Bəzi insanlar belə deyirlər ki, əgər bir insan çətinliyə düşürsə, mən çətinliyə düşürəmsə, əzab, əziyyət çəkməmək üçün, sınmamaq üçün, əzilməmək üçün müəyyən işlər var ki, o işləri görməliyəm. Məsələn, o işlərdən biri tövsiyə edirlər ki, bu əziyyəti, reallığını qəbul edeyim. Amma bir çox göstərişlər var, bu da onlardan biridir təbii ki. Amma bunu da nəzərə almaq lazımdır ki, hər bir insanın öz, belə deyək, dözümlülüyü var, özünün bir tutumu var. Hər bir nəsihət, hər bir göstəriş deyərdik ki, hər bir insan üçün deyil. Ona görə bizim, belə deyək, böyüklərin nəsihətləri, məsələn, psixoloqların nəsihətləri, filosofların nəsihətləri, ağsaqqalların, dünya görmüş, çətinlik yaşamış insanların nəsihətləri, bunların hamısı öz-özlüyündə dəyərlidir, öz yerində. Amma bunların konkret olaraq bir mənalı şəkildə, hamısını yığcam şəkildə və içərisində toplanmış şəkildə və hər bir insanın tutumunu nəzərə alaraq bizim məsum imamlarımız, ümumiyyətlə İslamın sözü, nəsihəti və tapşırığıdır ki, insan çətinliyə düşəndə nə etməlidir? Və bu sınaqları, bu çətinlikdən çıxan insanlardan da biri qədimdə yaşamış İbn Cürhum adında bir şəxsdir, bir alimdir ki, ondan soruşdular, o da cavab verdi ki, mən İslamdan öyrəndiyimi çətinliyə düşəndə həyatımda tətbiq edirəm, o çətinlik mənim üçün asan olur və mən bu çətinlikdən asanlıqla, əzilmədən, sınmadan rahat çıxa bilirəm. O da nədir? Soruşdular ondan ki, çətinliyə düşəndə nə edirsən? Dedi, 4 şey ki, İslamdan bu şeyləri öyrənmişəm. Birincisi budur ki, öz-özümə deyirəm ki, bu qəza və qədərdir. Heç bir çarəsi yoxdur, heç bir iş də əlindən gəlməz. Ona görə mənim üçün rahat olur. İkincisi budur ki, səbr eləyirəm və hətta özümə təbyin edirəm ki, mən səbr eləməyib başqa nə iş görə bilərəm ki, ona görə də mənim üçün səbr özü də asan olur. Və üçüncüsü də belə deyirəm ki, hətta bu çətinlik ki, mən düşmüşəm, hətta bundan da pis ola bilərdi, bundan da ağır və çətin ola bilərdi. Ona görə bu çətinlik özü-özlüyündə mənim üçün asanlaşır. Və dördüncüsü də budur ki, öz-özümə həmişə deyirəm ki, fərəc yaxındadır. Qurtuluş, xilas olmaq, bu çətinlikdən çıxmaq yaxındadır. Onu da mənə nə öyrədib Qurani Kərim? İnnə mə'al usri yusra. Həqiqətən çətinlikdən sonra asanlıq və rahatlıq var.